maşallah. Hər vaxtınız xeyir olsun. Əziz xalqımız, əziz izləyicilər. Bugün sizə Biləcərinin gözəl bir yerində Kupçalı evimizi təqdim edəcəyik. Tural, bir dənə zəhmət olmasa yaxınlaşdır oranı. Yaxınlaşdır. Yaxınlaşdır oranı. Deməli, əziz izləyicilər. Orada dəmir yol parkınkasıdır. Oradan 202 və 92 nömrəli marşrut çıxır. Biri Əcəmi metrosuna, bir də Nərmanova gedir 92. Bax, dəmir yol parkınkası. Məşhur yerdir Biləcərdə. Gəl, qardaşım. Biləcərinin çox gözəl bir yerindədir bura. Deməli 298, 301 nömrəli məktəblərdə çox yaxındadır. Əziz dostlar, 3 otaq Kupçalı evdir bu ev və evdən başqa 3 sot yarım həyəti var evin. Evdən başqa 3 sot yarım həyəti var. Bax, gördüyünüz bu sahədə bu evin həyətinə daxildir. Bu qapıdan içəri, bəli. Bax, o darvazanı götürüb ev sahibi qoyacaq buradan yəni. Yox, buradan içəri bütün bu evin həyətidir. Burada divara olmağına baxmayaraq, yəni burada bunun həyəti sayılır. Yəni bu boşluq da bu evə aid. Gəl, bu boşluq, bu ərazi bu evə aid. Hə, bir dənə görsən, əziz qardaşım. Bax, görsən, bu ikinci həyət, o birinci həyətdir. Bu ikinci həyətdir. Gəl qardaşım. Bəh, maşallah. Maşallah. Çox gözəl, çox gözəl. Əziz dostlar, çox gözəl bağa sahibdir. Meyvə ağacları da var, hə? Ha, çox gözəl. Çox gözəl. Turabdan padval görsət. Padvalda da rahat girib nə istəyirsən yağa bilirsən. Bu biri padval biraz da hündürdür hələ. Oradan qəşəng var görsən. Qazıblar, qəşəng düzəldirlər. Şamın işıq zası çəkiblər. Gəl var qardaşım. Tural. Burada çöl ayağı olsun. Hə, burada çöldə bir əl yolu var. Göstər. Sonra gələr. Əziz dostlar, bu əlavə çöldə sanuzeldir. Gördüyünüz kimi. Əziz dostlar. Əziz dostlar, evin çox gözəl həyəti var. Həqiqətən də ürək açılır burada. Belə bir məkanda, Biləcərinin mərkəzi hissəsində belə gözəl bir həyət. Doğrudan da əladır, maşallah. Kim alsa sağlam canla yaşasın. Gəl qardaşım, kes. Burada da həyət üçün mətbəxdir. Bir də içəridə görsək hamam tualeti. Əziz dostlar, bu evin içəridən hamam tualeti, yəni sanuzeli burada həyətindədir. İstif oldu. Gördüyünüz kimi bura. Burada hamamda çox səliqəli, isti. Əziz dostlar, görsək Tural qardaşım, evin bütün istilik sistemi buradan idarə olunur. Burada. Yayda əyləşmək üçün, oturdurmaq, çay içmək üçün çox gözəl bir məkandır. Həqiqətən, çox gözəl bir yerdir. İndi isə qalxırıq. Evin sərsiləsi tanış edək. Ya Allah. Əziz dostlar, evin içərisində bir qonaq otağı, 2 yataq otağı və bir mətbəx mövcuddur. Buyur qardaşım, təqdim elə qonaq otağın. Ya Allah, əziz dostlar, bu evin salıdır, qonaq otağıdır. Gördüyünüz kimi çox səliqəli. Sən qalan. Buyur qardaşım, solda bir yataq otağıdır. Təqdim elə. Solda bir yataq otağı, yatın. Bax, evimizin qeyd etdiyimiz kimi kupçası var əziz dostlar. Baxın, pəncərə öz həyətinə baxır. Yəni tam olaraq öz həyətidir. İşıqlıdır yəni. Görsək. Görsək ki. Burada bir yataq otağıdır. Təxminən 20 kvadratdır.
Bunun pəncərəsi qonaq otağına baxır. Amma burada kim alsa inşallah dəyişiklik eləmək mümkündür yəni. Burada konstruksiya dəyişdirmək olur. İmkan var yəni genişlikdir. Mətbəxi də göstəreyim. Bu mətbəxə keçək. Ya Allah. Burada bir gözəl mətbəxdir. Əziz dostlar, qeyd edim ki, həyətdə də mətbəx var. Burada evin içərisində olan mətbəxdir. Əziz dostlarımız, deməli bu ev Biləcərinin çox gözəl bir yerində yerləşir. Gəl həyətdən bir təqdim edeyim. Əziz dostlar, bu ev Biləcərinin çox gözəl bir yerində yerləşir. Deməli, yaxınlıqda 2 məktəb var. İndi buranı tanıyanlar bilir. Dəmiryol parkinkası, böyük supermarketlər var. Hər bir şey yaxındır. Plus 2 marşrut keçir buradan. 92 və 202 nömrəli marşrutda keçir yaxından. Evimizin kupçası var. Kupçada kvadrat 57 kvadratdır. Bəri başdan qeyd edeyim. İndi kimsə gələndə inşallah maraqlananda, yəni başqa bir rəqəm görməsin. 57 kvadratlı kupçada evdən başqa tam gördüyünüz 3 sot yarım həyət yanı sahəsi var. İndi burada da bilənlər bilir ki, torpağa sotun neçədir. Əziz dostlar, evimizin qiyməti 140 min manata çıxıb satışa. İnşallah vacib pul lazım olduğu üçün satılır əslində bu ev. Çünki yoxsa belə rahat yeri kimsə əldən verməz. İnşallah real müştəriyə aşağı yer olacaq. İndi satılır ev düzdür, halallıqla satılır Allahın köməyi. Kim alsa Allah xeyrin versin. Alana da satana da əziyyəti keçən hər bir kəsə də Allah xeyir versin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib, videolar, rəylərinizi yazın ki, növbəti satışa çıxan əmlakımızdan sizin də xəbəriniz olsun. Allah satana da, alana da xeyir versin. Amin. Allah evi olmayanlara da ev qismət eləsin.